Salamlar, hər vaxtınız xeyir olsun. Bugün sizlərə yassı qurdlar tipinin sorucu qurdlar sinifinə daxil olan qaraciyər sorucusunun həyat dövrəsi haqqında məlumat verəcəm. Burada çalışacağım ki, məlumat daha qısa və kompakt olsun. Əsas da həyat dövriyyəsi, onun inkişaf dövriyyəsinə bugün diqqət edəcəyik. Deməli, bildiyimiz kimi qaraciyər sorucusu bütün yassı qurdlar tipi kimi hermafrodit canlıdır və onun bir yumurtalığı və 2 toxumluğu olur. Qaraciyər sorucusu parazit canlıdır. Anaerob mühitdə əsas sahibi qaraciyərin üzərində parazitlik edir, qanla və qaraciyər toxuma hüceyrələri ilə qidalanır. Qaraciyər sorucusu aiddir biohermitlərə, belə ki, o inkişafını sahib dəyişməklə, baxın, əsas sahib və aralıq sahib, öz inkişafını sahib dəyişməklə tamamlayır. İnkişafını sahib dəyişməklə tamamlayan qurdlara biz qurdları biohermitlərə aid edirdik. Qaraciyər sorucusunun əsas sahibi burada bizim deməli dərsliyimizdən götürülmüş şəkildir. Burada qaramalı görürük, eyni zamanda insan da ola bilər. Həm qaramal, həm insan əsas sahibdir. Niyə əsas sahib? Qurd yetkin halda hansı sahibin bədənində parazitlik edirsə, o sahib olur əsas sahib. Yetkin halda qaramalın və insanın qaraciyərin üzərində qaraciyər sorucusu 2 sormacı vasitəsilə həm ağız, həm qarın sormacı vasitəsilə yapışır, yalnız ağız sormacı vasitəsilə qan soraraq qidalanır. Və yetkin halda burada çoxalır, yumurta qoyaraq çoxalır. Ona görə də qaramal və insan olur əsas sahib. Aralıq sahibin isə inkişafını tamamlamaq üçün lazımdır. Aralıq sahibin bədənində isə sürfə mərhələsində olur. Aralıq sahibi isə olur kiçik göl ilbizi. Deməli, gəlin baxaq. Qaraciyər sorucusu əsas sahibi, məsələn, burada qaramal veriblər. Qaramalın qaraciyərinin üzərində yumurta qoyur və yumurtalar, daha doğrusu qaraciyərin üzərində parazitlik edir və yumurta qoyur. Yumurtalar qaraciyərdən öd axarı vasitəsilə nazik bağırsağa, 12 barmaq bağırsağa açılır və oradan gələrək bağırsaqdan nəcis vasitəsilə yumurtalar düşür xaricə. Və xaricdə yumurtaları biz burada görürük. Yumurtaların inkişafı üçün, növbəti inkişafı üçün, yəni ondan sürfənin çıxması üçün mütləq düşməlidir su mühitinə. Su mühitinə düşəndə, yəni abiotik amil kimi həmin bu yumurtalar su mühitinə düşəndə ondan kirpikli sürfələr çıxır. Adından göründüyü kimi kirpikləri var bu sürfənin və kirpiklərinin sayəsində suda fəal olaraq hərəkət edir, lakin qidalanmır. Kirpikli sürfənin inkişafını tamamlanması üçün növbəti mərhələdə mütləq kiçik göl ilbizinə rast gəlməsi və onun bədəninə daxil olması şərtdir. Kirpikli sürfə suda üzərək kiçik göl ilbizinə rast gəlir və daxil olur ilbizin bədəninə. İlbizin bədəninə daxil olduqdan sonra o kirpiklərini itirir. Baxın, ilbizin üzərində verilən sürfənin kirpikləri artıq yoxdur. Kirpiklərini itirir və başlayır qidalanmağa. Qidalanır, keyfi kökdür, ona görə də başlayır qeyri-cinsi yolla çoxalmağa. Deməli, gəlin baxaq, kirpikli sürfə fəal hərəkətlidir, lakin qidalanmırdı. Hərəkət edərək ilbizə daxil oldu, ilbizin bədənində kirpiyini itirdi və başladı qidalanmağa. Qidalandı və sonra növbəti etapda başladı çoxalmağa. Bu arada qeyd eləyək ki, qaraciyər sorucusu sürfə mərhələsində çoxalan qurddur. Sürfə mərhələsində ilbizin bədənində çoxalır, sonradan onların quyruqları formalaşır və ilbizin bədənini quyruqlu sürfə kimi tərk edir. Quyruqlu sürfədə düşür su mühitinə. Həm kirpikli sürfə, həm quyruqlu sürfə hər ikisi su mühitində fəal üzür. Kirpikli sürfə kirpiklərinin sayəsində, quyruqlu sürfə isə quyruğunun sayəsində suda fəal olaraq hərəkət edir. Və hətta quyruqlu sürfədə burada sormaçları da görmək mümkündür, lakin o qidalanmır, yəni sormacın belə deyək də izləri var burada, görsənir. Lakin quyruqlu sürfə də qidalanmır. Və quyruqlu sürfə hərəkət edərək, suda üzərək bir müddətdən sonra quyruğunu itirir və sistalaşaraq sahil bitkilərinin üzərinə sista kimi deməli yapışır. Müxtəlif bitkilərin üzərinə, su bitkisi, ot bitkisi, göyərti və s. yenidən insan və ya qaramal həmin bitkilərlə qidalandıqda yenidən sista mərhələsində yoluxur. Və beləliklə inkişaf tamamlanır. Əslində qaraciyər sorucusunun həyat dövriyyəsi inkişafı çox mürəkkəbdir. Çünki burada müxtəlif sürfə mərhələlərini, sürfənin müxtəlif formalarını biz görə bilirik. İnkişafı mürəkkəb formada tamamlanan qurddur və 2025 DİM test toplusunda bununla bağlı sual var. İnkişafı daha mürəkkəbdir sualı verib və qurdların arasında variantlarda qaraciyər sorucusunu biz götürəcəyik müxtəlif sürfə tiplərini gördüyümüz üçün. Başqa cür necə sual düşə bilər? Əsas sahibin bədəninə hansı mərhələdə daxil olur və onu hansı mərhələdə tərk edir? Mən həmişə uşaqlara deyirəm ki, əsas sahib kimdir? Yetkin halda qurd orada parazitlik edir, hansı ki. Və deməli, yetkin halda qurd buradan əsas sahibi tərk edəsi deyil. Deməli, necə tərk edə bilər? Ancaq cinsi yola çoxalıb yumurta qoyaraq tərk edə bilər. Yumurta kimi tərk edir. Bəs necə daxil oldu? Sista kimi. Deməli, əsas sahibin bədəninə sista kimi daxil
oldu, çevrildi. Yetkin fərdə yumurta, o da yumurta qoydu və yumurta kimi tərk elədi. Əsas sahibin bədəninə daxil oldu sista, tərk elədi yumurta. Sual belə də ola bilər. Əsas sahibin bədənində qaraciyər sorğusunun hansı inkişaf mərhələlərinə rast gəlirik? 3 inkişaf mərhələsinə rast gəlirik. Sista kimi daxil olur, yetkin fərd var. Yetkin fərd sistadan yəni yaranır və yetkin fərd çevrilir yumurtaya. Bu arada sistanı qaramal və ya insan udanda onun həzm sistemində həzm fermentlərinin təsirindən sistanın örtüyü əriyir və çevrilir cavan sorucuya. Oradan yenə bağırsaqdan qanla keçib gəlir qaraciyərə. Belə ki, bağırsaqdan deməli qana sorulan bütün qidalı maddələr ümumiyyətlə bağırsaqdan gələn qan bilirik ki, insan orqanizmi filtr olan qaraciyərə gedər qapı venası ilə, qaraciyərin qapı venası ilə. Deməli qaraciyərin qapı venası ilə gəlir, qaraciyərin üzərində parazitlik edir. Və yaxud da aralı sahib. Aralı sahib bədəninə kirpikli sürfə kimi daxil olur, quyruqlu sürfə kimi isə onu deməli tərk edir. Deməli aralı sahibin bədənində də sürfə mərhələsində rast gəlirik və sürfənin hətta bizim kitabda daha testlərdə daha çox kirpikli quyruqlu sürfəyə müraciət edirik. Lakin kirpikli sürfə ilə quyruqlu sürfənin arasında da bir aralıq mövqe olur. Ona ilbizdə sürfə deyilir. Onun müəyyən vaxtda onun nə kirpiyi olur, nə quyruğu olur və bunlardan fərqli olaraq qidalanır və çoxala bilir. Deməli, aralı sahibin bədəninə daxil oldu kirpikli sürfə kimi, onu tərk elədi quyruqlu sürfə kimi. Və dediyimiz kimi qaraciyər sorğusu hermafrodit canlıdır. Yəni dedik ki, onun bir yumurtalığı, 2 toxumluğu var. Lakin parazit həyat tərzi keçirdiyi üçün bunda çarpaz yox, öz-özünə də yəni mayalanma baş verə bilər parazit olduğu üçün. Sonra başqa nə deyə bilərik? Deməli, törətdiyi xəstəlik də olacaq fassilyoz xəstəliyi. Qaramal və yaxud da insanda fassilyoz xəstəliyini törədir və sürfə mərhələsində həmçinin dediyimiz kimi çoxalan qurtdur. İnkişafı dolayı yolla gedir. Çünki nəyə görə? Biz burada sürfələri görürük. Ona görə deyəcəyik, inkişafı dolayı yolla gedir. Bu qaraciyər sorğusunun həyat dövriyyəsi idi. Çalışdım ki, qısa şəkildə onun həyat dövriyyəsini izah edim. Diqqətiniz üçün təşəkkür edirəm.